Yayımın baş sponsoru Berq Soyuq Çayları, xüsusi sponsoru QX Məişət Avadanlıqları, sponsorlar Doğal Kimyəvi Təmizlik Vasitələri, Bizim Ev Mebel Şəhəri və Bomba Beloçka Tumları. Bunlar beni çok yordular, çok yordular. Nəsən qardaş? Bir el at da, ay tərlan. Qardaş dölük, sən çağırmamısan. Bunu bilmirəm, amma aldım da, dedin al, aldım. Buyur. Ha, bizə minnət vurmayın, bunu alıb gətirmişik ki, dədənə sok çəksin baxdı. Qardaşın arvadı. O günü, ay dədə, o günü dədənə sok istəyirəm. İstəyirəm. Ha, sok çəkən baş. Aldım, ata, aldım. İstəyirəm. Qəşəng meyvələrin suyunu çəkəcəm, verəcəm, içəsən. Ay, sağ. Ne oldu? Yenə niyə dolmusan, ay tarlan, ay qardaşım, ne olub? Mən deyim də, nə söhbətdir. Ala. Ver bəri. Öyle, çox mübarək, Ver çox bəri. mübarək. Ver bəri. Dədə Çox çox mübarək. Sağ ol. Mən səni çağırmışam burada, biz iki qardaşıq. Sənin bu qardaşın arvadı da ona öz dədəsi kimi baxıb. Sağ olsun. Dədəsindən ayırmışdı. İndi ağa, 2 ildir baxırıq. Biraz da apar, dədənə sən bax. Bax nədir? Bunlar baxasıdırlar bu kişiyə. Bu evin hambalı ölmüyor bax. Mən ha qardaş, bax mən. Sənin qardaşının arvadı gecə gündüz yeməmişəm, içməmişəm. Öz cavanlığımı, ən gözəl illərimi bax. Buna sərf eləmişəm. Gəlin bacı, o buna deyil, o əşya deyil, o bizim atamızdır. Bu iki kişinin atası da bizə əkən kişidir. Atandı? Ben niye bir dəfə gedib arvadının qabağına qoyub bu kişini deməmsən ki, ay arvad, otur biraz sen de bax. Niyə baxmır arvadan? Bax, baxasıdır. Baxmaz axı. Belə gələndən, içəri girəndən dolumusuz, belə daşdınız, arvad mənim üstümə, baxır. Nə baxırsınız, hə? Yeməyim alam mən, içməyini alam mən, dərimanını alam mən. Bu da sənin bazarlığın. Sən canım de. Buna bax. Sən də buna bax. Ha, bunun aldığı vafliyə bax. Hə, vaflinin altını tut səki ilə arvada. Maraqlı vaflilər var. Mən yemirəm amma bu yemir. Dədəyin qarnını alırsan da. Sən qarnını alırsan, sən bəsdirsən də. Bəsdirsən. Tapıntı da. İndi də ağa, apar dədəmizi. Sən saxla. Apar Sən arvadı. saxla. Mən də gedim bir özümə, mən də bir şərait qurum. Mən də özümə gün ağlamaq istəyirəm. Mən də belə kostyumlar gibi. Hə, mənə bax. Çıxar. Sənin qardaşının şəbtinə bax ha. Buna bax, Mən belə şəbit bax. geyinməliyəm. Bax, günümüz gündür ey. Qardaşının cibinə bax, buna bax. Cırıq. bax. Görürəm aldı qardaşının varı. Hələ qarşısını demir. Hər yuyanda görürəm deşikdir. Yaş, bəsdir. Düzünü deyirəm də, Bəsdir. qoy bilsin. Qarnınızın dərdi nədir? Bu, həmişə bu çıxışların arxasında bir şey dayanır. Mənim də vaxtım yoxdur. Gözləyirlər məni. Hə, ağa. De görün nə Problem yoxdur. Mən dədəmizə baxaram. Mən o kişiyə ölənə kimi baxaram. Sən bilirsən ki, problem yox. Mən elə oğlan deyiləm. Orası. Hə.
Ha, olur. Səbəst. Olur. Yəni indi sən mənə bir 2500 pul ver, mən bu arvadını aparım, burnunu əməliyyat elətdirim. Mən sənin arvadının burnunu niyə əməliyyat elətdirməliyəm? Təzə çıxıb bu tərlan. Ha bir ağzından çıxanı qulağın eşidir sənin. Da istifadə, qardaş da bir belə də yox da. Adamın arı olar, abır olar. Laf eşsən mənə, laf dədənə baxmır. Qardaşının arvadıdır. Nətər öz arvadının burnunu qəşəng dik eləmisən. Bunda da, qomunda da dik olsun. Hə, nə olasıdır? Qardaşın arvadı döyürəm, ha qardaş. Qardaşın arvadı qaynına belə hörmət qoyur. Yarım saatdır gəlmişəm bir stəkan çay qoymamısan qabağıma. Ha, sən dursan çay gətir. Sən Dursan çay gətir. Sən dur çay gətir. Bu saat sənə bir pürrəngi çay Al bunları yanımda gətirəcəm. qaynatacaq. Elə bunu qaynadıb gətirəcəm. Vəsə məsəl lüləyin zadını yaxala, yarıya kimi soxmuşduq xirtdəyinə. Qardaşım da heç də dorası deyil. Yaxşı. Hə, sən mənə 2500 versən, bu söhbət həll olar da. Mən onu həll eləyəm, yenə baxayım. Həm də o şeyin inqilabın qabağını alayım mən 2500. Sən baxma da, o da baxır, buna eləyir, bildin. Sonra buna baxır, sonra gedir güzgüyə baxır, görür ki, bu burun nədir? Biz Yığışdır sepidə. Qıraq obyektin ki, öz bağımızın obyektidir də. Dağınızın obyekti iştirirsə, baxma, demə nəsə bir yığışdır. O normal oturacaq, əlin cibindən çıxar. Ot görüm. Lazım deyil. Ot deyirəm sana. Bax, Paşa abi, gəlmişsən bura, mənim başımda deyil. Yəni, gəl burada sakitcə çörəyini qazan. Bu boyda mebel şəhəridir. Burada hər türlü mebel var. Yaxşı da işləsən, bu armada mebeli verəcəm, işlətməsəni sən işlət. Bildin? Başını sal aşağı, işini gör. Yaxşı gəlmişdim, burası da baxırda başımı aşağı salacaq, bizim başımız heç vaxt aşağı olmayıb, adayda. Yəni, onu bir daha nəzərə al. Buradan mazakon talkavat eləməyib. Söz deyirəmsə, deyirəm başını sal aşağı, çörəyini qazan və salam. Siz da danışdınız. Danışdı, sepi yığışdı. O şeyləri, bunları da... Bax, görsən bunu, hamısını baxırsan. Hə, görsən, bax. Almada mebel. Türkiyədən nə mebellər gəldi. Türkiyəyə nə mebelləri sifariş verdik ki, orada hamısını düzəltsinlər, gətirsinlər. Hamısını burada bir açıb, yığışdı, sepini yığışdı. Rejimini düzəlt ver, rejimini düzəlt. Rejimini düzəlt. Lazım deyil. Xanımlar... TikTokda söyüdüyünə gedib içərdə 15 şütüqə yatıb gəlib, mənə burada şey deyil. Palojnası idi, sevmişəm, hayda. Palojnası idi. Nə siz dəvada idi, palojnası daddadır, palojnası daddadır. Gör, müştərilə gələndə belə danışabilirsən mi? Müştəri deyərəm. Müştərini qarşıla. Özü gəlsin, biz də yaxınlaşırıq. Amma müştəri sənin ayaqlarına, gəl qarşıla, bizə deyir, deyil qarşıla. Cibiniz azım belə şeylə. Səsi biraz şeylə, bildik ya. Salam aleyküm qaqaşım. Salam. Mən gözləyirdim ki, sən özün yaxınlaşasan. Burası nə bilim, aday dedi yaxınlaş. Mən də yaxınlaşdım. Nə lazım idi qaqaşım? Yataq dəstərinə maraqlanırdım, qardaş. Böylə üçün də var. Monoletkalar üçün də var kravatda. Hansından istəyir? Var, bizdə böyüklər üçün də var. Malamerkanı deyir, yəni kiçik ölçüləri. Yəni bizdə həm böyük yataq dəstələri var, həm balacalar üçün monoletka nədir? Monoletka nədir? Bilmirsən monoletka nədir da. Az yaşlılar da. Bildim, müştəriyə sən nə deyirsən? Deyirəm, hər şey üçün var da, qaqaşım. Yəni nətər lazımdır? Sən indi qərarlaşmadın onun qaqaşım.
Konkret nə istəyirsən sən? Mən 2 mərtəbəli yataq dəsti istəyirəm. 2 oğlum var. Ha, 2 mərtəbə şponka deyir bu. Şponka. Nara. İçəridə olmalıydı bizdən. Getsin baxsınlar. Şponka nədir? Şponka nədir? Normal danış. Normal da bir də səni qavalayacam burada. Bir də qavalayacam səni. Yox, zaten şeylə cəmaatın yanına lazımdır. Şeydir, mənim qardaşım, kim yatacaq orada? Yəni, 2 mərtəbədə kim yatacaq? 2 oğlum var qardaş. Böyüyü altda yatacaq, kiçiyi üstdə. Ha, yox, qardaş, sən tələsmə də, mənim qardaşım. Yəni, indidən böyük, kiçik itər ha, bildin necə qardaşım. Sən bir dənə onları bir dənə sına. Qoy, bax özün gör, hansı layiqdir yuxarı, hansı layiqdir aşağı. Böyük, kiçik, gələm sən uşaqlıqdan itməsin. Düz demirəm, dayı qardaşım, hə? Yəni, uşaqlıqdan itirdin onu. Şponkaya nə var ya, aldın, atdın evə. Kim arada yatdı. Amma bunun gələcək. Qardaş, siz o ki 2 mərtəbəli yataq dəstəyirsiniz uşaq. Onu, yəni bizdə belə deyək də, onu yerə sifariş verək. Siz necə istəyirsiniz, biz onu Türkiyədən, dəri onu götürürük. Siz gəlin bizdə təkcə 2 mərtəbəli kravat lazımdır, yoxsa başqa lazımdır? Divan bizə lazımdır. Divan. Onunla kesin orada çayınız için, zəhmət olmasa, mən də yaxınlaşıram. Yol özə aparacaqsan. 2 divandan sonra bir dənə sağıbı götürürsən. Kim ola, nə oldu la? Hə, dayı. Adam balassan, başım bana yalvardı ki, bu bacı-oğlunun yanında gətir işlət, adam elə düz yıxdətin işəcək. Sən yıxdətin çatırın da. Tamam. Prideleri gözlə, dayı. Mənim gözüm? Prideleri gözlə, dayı. Yürü get, başıma denən ki, denəm daim məni qovdu, dedi burada işləmədi, dastı oyunu deyil o. Yer get. Dastı oyunu danalay, dayı. Öpürəm canım, bax, sana var, öpürəm. Amma mebel açmaqla da öyle, ürəyi bas, dayı. Mən mamaşa deməsə, mən nə gəzirəm, anam? Getdim yaxşı oğlanlarla çay içməyə. Salam aleyküm kardeş, gəldin? Aleykümselam. Xoş gəlmişsin. Nofən, o kirayənin puluna görə gəlmişdi. Bilirəm də. Rajdeniyam deyil ki bugün. Onun üçün gələsin. Gələ, 350 manat. Düzdür qardaş? Evə girib bir dənə baxardım da. Ha qardaş, da bu evi ya bizə ver, ya vermə də. Pulu verdim də, icazə ver yaşayaq da qardaş. Yox, baxın, ayda bir dəfə mən baxım da evimə, xəstə adamım, mən də gecələr yata bilmirəm, deyirəm, görüm necə oldu, bir dənə baxım da. Ayda bir dəfə sırağa gün getmişsən də buradan da. Yaxşı keç bax ya. Xəstə adamam, mən əsəbləşən adamam. Bax, mən neçə dənə bunu mən vermişəm kirayə bu evi. İnanırsan nə günə qoyublar. Ona görə özümə söz vermişəm ki, nəzarət edəyəcəm. Nəzarət edəcəm. Elə də elə. Yandırıb eləməmsiz. Yaxşısınız. Yaxşısınız. Bu nə şəkildə vurmuşsan bura? İtin yanındakini soruşursansa atamın şəklidir. Ay müəllim, mən xəstə adamam. Məni siz niyə əsəbləşdirirsiniz? Niyə? Olmaz axı belə. Gəldim, sizə də evi verəndə dedim ki, mənim evimə məndən icazəsiz bir dənə mıx vurmayın. Mənim divarımı deşməyin də, mən xəstə adamam da, danışdıq axı da. Danışdın, qardın qardaş. Divar bəgən damardır ki, deşmək olmaz. Ha? Danışdın da, söz danışdın da, deyəm bir dəqiqə, indi mən ona başa salacağım. Qardaş, Əsəbləşməyin, ha. bu bəyəm divar damar zatdır bəyəm, deşmək olmasın. O dedi də bu. Dedim onu mən də. Əlim dedi də. Eyni şey dedin də. Mən nə dedimsə, sən də onu birə-bir dedin də. İndi sənə deməyin başqa, mənim deməyim başqa da. Necə yəni? Başqa nə vardı ki orada? İndi sən kişi xeylağısan dedim, mən də qadın xeylağıyam. Yəni mənim sözüm başqa. Bir dənə sporunuzu saxlayın. Mən xəstə adamam. Adamı belə hövsələdən çıxardırsınız. Dedim, dəyməyin mənim evimə də. Vurmayın da. Ay qardaş, bir dəqiqə. Ev sənin də başa düşdü, amma pulun vermişik axı. Bu bir. İkincisi də, mən bilmirəm sənin atonla simpatiyan necədir aramızda münasibətiniz. O kişi məni dünyaya gətirən kişidir. O məni
O mənə həyat verən kişidir, o mənim başımın tacıdır. Nə danışırsan sən? Danışığın olmadı da sənin də. Gözdə bir dəqiqə, gözdə bir dəqiqə. Təsirli deyil. Qardaş, sənin atova münasibətin bilmirik necə olub. Amma bu kişi var ha, bunun həmişə baş tacı olub. Bildin? Dedi də onu da. Ha? Dedi də Ya onu. kişinin canından da olsun eyni şeyi dedim. Eyni şey deyirsən, Hətta bildik də, indi deyirəm də, indi mən başqa cürə çatır da mənim sözüm ona. Nəysə mənə bax ki, nə? Qardaş, özdə yenə deyirəm, mən sənin birinci gündən kapriz adam olduğumu bildiyim üçün, görürsən, atamın şəklini nə ora vurmuşam, nə bura, nə yuxarı, nə aşağı, düz itlə eyni urubuna vurdum ki, mənim qardaşım. Söz-söhbət olmasın. Amma sən gəldin, yenə dalaşdın bizdən. Sən elə daha öldürmüşsən ha, elə eyni sözü. Bir dəqiqə deyəm, imam vermir sənə bir dənə sözümü deyim, başa salın bu kişiyə. Şöyle səbir ol. Ay qardaş, bəyəm ki ya, bu neyniyib orada? İtlə eyni urvində qoyub da dədəsinin şəklini də. Neyniyib bəyəm? Lan dedi də, ay bacı dedi də, xəstə də mən özümdən çıxartmayın. Qardaş, sən mənə deyirsən vurma, yaxşı. Amma mənim atamın şəkli çıxsa, mən bura 350 man pul verirəm, mən konfet kağızı vermirəm sənə. Mənim atamın şəkli çıxsa, itin də şəkli çıxacaq. Bilsən nə var, müəllim? Elə deyil, mən xəstə adamam. Bu dizayna uyğundur. Sənin atan dizayna uyğun deyil. Bax, gəl qardaşım, bacım, ay qardaş, gəl bura. Xəstə adamam, danışamıram. Bax, girdin evə, gəlmirsən. Düzünü de, hansı şəkilə baxanda belə ruhun dincəlir? Ha qardaş, sən yavaş-yavaş ev yiyəsi olduğu bildik, sən həddi başırsan ha. Həddi başırsan ha. Sən ev sənin ola bilərib, pulun mən verirəm, qardaş. Heç ki, sən əcib sənin üçün. Axırıncı dəfə deyirəm sizə, mən məsələ bir qardaş kimi deyirəm sənə. Atam da qalacaq, itin şəkil də qalacaq. Çıxacaqsa ikisi də çıxacaq. Şey qutardı getdi. Aton şəklin belə sənin üçün əzizdir. Sənə aton ev alıb verərdi. Orada da aton şəklin belə yekəldə vurardı. Yaxşı. Şədayı. Söyləmə gidən, əsəbləşmə gidən. Biz olsa cəmaat ayda bir dəfə görüşür, bir 3 gündən bir görüşürük. Səbirli ol günə. Ne çetin adamdı bu, çetin adamdı çok. Qanımızı qaraltdı getdi ya. Nə bax, doğrudan belə baxanda kişi düz deyir də. Ne deyir? Sənə aton nöş sən bir dənə ev vermədi. Əbəş sən can, sən də söz danışmağa şey axtarsan elə. Mənim atamdır, yaxşı eləyim. Mənim atam şəklinə heç kim əli vura bilmir. Bildin? Çay getir mənə. Vay dədəm, vay dədəm, vay. Mən dəmir mərmələ cavab verəcəm. Qardaş, getdiyin yerdən gəlib mənə niyə çırpılırsan? Başa düşmədim. Mən getdiyim yerdə dəmir yuxuluydum. Mən istədiyimdən gəlib çırpılmadım, yuxuluydum. Qardaş, yuxulusan maşın sürmə də. Nə təşürdüm, mən nəylə dolanım mən? Elə deyir, maşın sürməyək. Yuxu elə pis yerdə gəldi, elə pis yerdə gəldi. Özdə baxdım, axırın dəfə gözümü açdım, baxdım, gördüm, işim yox. Ne oldu yenə daşqın mənim? Daşqın mənim, bu yol qəza üçün qənaətbəxş yol deyil axı. Burada maşın mı var? Bura şəhər mərkəzi deyil. Alır mənim zəhləmi tut. Neftçilərdən mənəm de bu. Ne oldu? Hadisə necə olub? Siz dayanın. Zəhmət olmasa siz deyin necə olub hadisə? İşte gəlirdim, gəldi, lob girdi mənə. Lobalob girdi. Lava. Səbəb kimi nə deyir? Sən gözlə. Nə deyir səbəb kimi? Soruşuram, deyir yuxuluydum. Yuxuluydu. Yuxuluydum. Boynuma almışsan ki yuxuluydu. Yuxuluydum Daşqın mən. mənim. Bəli. Nə yuxusudur bu? Gecə yatanmamışam. Niyə yatmamısan? Yenə serial? Yenə serial daşqın oldu. Mənim gigabaytım var, seriala baxım. Siz dünən şirkətdə demədiniz ki, bizdə sakraşeniya gedəcək. Bəli. Bir nəfər çıxarılacaq. Harada deyil o? Hə, demədiniz bir nəfər çıxarılacaq. Bəli. Mən də gecə yatmadım ki, yəqin mənəm də. Siz niyə o Sakarya sözünü öz üstünüzə götürmüşsünüz Mən ki? dəmin.
ad çəkən yox, familiya çəkən yox. Çəkmədim. Bu ümumi şirkətin strategiyasıdır. Bəli, bəli, mən- ki, məsuliyyətli olsun Mən insan. onu sonradan tutmuşam, bu hədə qorxudur. Mən də yuxulu gəldim, yine güp varam. Ne diyor? Əl çəkmir də bu. Kimdir? Arı. Görmürsünüz nədir? Bızıltısını eşitmirsiniz. Güllə kimi gedir də. Stribit neftçilərdən məndən deyir bu. Düşüb dalıma. Mən də sizin bura bu hissə məndə şirin saysız olmur deyənə. İngildən də cəmaatında yanlaşıb danışırıq. Oradan da bir düşdü məhəllədən elə bil məni güdürdü. Oradan 3 avtobus dəyişmişəm, bu boyda da yol gəlmişəm. Mən çəmirəm məndən. Əgər yoxulursansa, daşqın mənim. Çək qıraq bunu. Yenə deyirəm. Qoyun quzu daşımırsan qardaş, sən nə qədər qabqacaq qırmırsan daşqın mənim. Üzünə su vur da. Su vur da. Su vururdun da, su vurdum. Götüm, şap gözüm yuxu gəlir. Göz bağlanır. Suyu belə vuranda, şap beləndə o şapa bu şap oldu. Hardan tutdu bilmirəm. Yedi iş demiş. Amma aslında düz deyirsən, yalnız heç kim yox yolda bu. Göldən yoxlayım ondan, ha? Siz nə edirsiniz? Ha? Odur. Nə demək istəyirəm, qardaş? Nə qədər ki, heç kim gəlməyib. Bax, sən onu deyim ki, sən özün də bir tarix yazdın. Çünki bu yolda heç kim olmuyor ya. Bu vaxtda maşınla, sənin maşınla toqquşmağında burada bir hikmət var. Qardaşım, bunun xərci təxminən mənədir. Hə, Minimum 250. 250. Da, biz də bişmişik qazada. Müəllimin sayəsində bişdik. 250 manat. Belə eləyək. Bir dəqiqə həll eləyik. Bugün sizin bir dəqiqə deyim. Əmək haqqı almağınız günüdür. Aha. Buyurun. Bir dənə qol çəkin bura. Zəhmət olunsun. Ümumi deməli 800-dür maaşınız. 500 manat getdi. O 2 qəzaya da malyar, sonra qardaşa cib xərcliyi filan. Az neftdəki Bəli. saypa. Az neftlə keçlə. Az neftdəki saypanı vurdum orada 250 Ha, çıxdı. onlara qeyd eləmək ehtiyac yoxdur. Ümumi 800-dən 300 manat maaş alacaqsınız. Benim bu çöreği yedik ama nəsə satmır. Səncə? Berk. Düppədiz. Qardaş, bizim berkləri ver. Hansını etirsən? Şaftalı, feyxua, mango yoxsa marakua? Mango ilə başlayaq. Mən şaftalıyım. Səsə var. Yoxdur da bundan. Mango. Ay qardaş, biz gəlmişik dədəmizə radiator almağa. Bu nədir yığıb tökmüsən? Özüm almamışam ki, dədəmizi almışam da. Neyinsən bu ət çəkən maşını? Dədənə dolma pişirəcək. Və bu şirə çəkən? Dədən dolmanın üstündən sok içəcək. Və bu miksi? Dədənə tort pişirəcək. Yaxşı. Dədəmizin saçı var. Saç ütüsünü neyir dədəm? Yaxşı o qalsın. Minnətə bax, o qalsın. Keç gəlin.
Hə, gəlin bacı, bax siyahı ilə doğaldan nə demişdinsə hamısını aldım. Özün bax. Bəh, hamısından almışam. Yumşaldıcı, qaralar üçün, rənglilər üçün, qab yuyanı, şüşə siləni, əl yuyanı. Bunların hamısı qutarsın, deyəcəm yenə alarsan. Baş üstə. Amma atama yaxşı bax. Bax, bu mənim qaynlıq vəzifəmdir, icra elədim. Amma sən də mənim atama yaxşı bax ki, mən də səndən gəlinlik görüm. Yaxşı. Qardaşıma salam de. Göndərən sağ ol. Sağ ol. Bana bak Kuda. Biz arvatlar niye getirmedik bura? Ha, bizim ev Mebil şəhəri Qafqazda ən böyük Mebil şəhəridir. Görürəm elə. Arvadla da bura gəlsək, Ha. girəcəklər dükana, axşama kimi fırlanacaqlar. Ondan sonra özümüz. Sən gir birinci sıraya, mən də girim ikinci sıraya. Getdik. Getdik. Ha, Qiyas, Ha. bizim ev Mebil şəhərciyində 100-ə yaxın dükan var. Çoxdur. Ha. Mebillərdə biri-birindən qəşəngdir. Adam bilmir hansını seçsin. Axşam saat 6 oldu, hələ heç nə seçməmişik. Bana bak, gedək arvatlara deyək, qoy arvatlar gəlib seçsinlər. Ne bileyim, bax da hansına deyirsən dinə. Ay bala, ne inirsiniz siz burada? Ay kızım, toyuqlar qalıb çöldə. Bu mal heyvan qalıb həyətdə, bunları yemək vermə. Tüm tutuyorsunuz burada. Sənə qadın qara, mən bir dəqiqə mal qara qaşımına, bir dənə babına bax. Qara, hər birə bir qalmış. Sən zənə bir dənə dadına bax bunun. Bir dənə dadına bax. Dayana qoy. Bir dəqiqə sən də istirahət elə də. Nədir? Toyuqcuza qaçmır ki. Bir şey tapıb yiyəcək. Heyvan da həmçinin yiyəcək, geyib girəcək yerinə. Vəssalam. Nə qədər- Bəyəndin. Çox xoşuma Mən gəldi. qovranda bəyənmirsən. Beliçkanı bəyəndim. Gör, sənin aile bu aile. Gəl görüm bu kişi hardadır. Buralarda olur. Qaba deyhanı, qaba buraya yaxın olur. Hanı? Salam melek qardaş. Salam, xoş gəldin. Salam aleyküm. Salam. Bu nə şalvardır? Bax bu nədir? Mən bu şalvarı evdə 3 yerindən büzdüm. Bəli. Şalvar yoldaşıma əlinə oturmadı ki, oturmadı. Nədir problem? Əsas- Göstər. Amma baxın, bu görünüş çox gözəldir. Yəni bir dənə Gözəldir. Yox, çox Gözəldir, gözəldir. Bəli, Çox bəli. yaxşı, çox yaxşı. Bu tərəf görürəm. Yəni Gözəl. Amma baxın barmaqlarıma. Bir dənə belə sönün. Biri sönün. Güzgüdə baxın orada. Görürsünüz. Gözəldir. Baxın, bax. Mən hələ ömrü boyu belə yeriməmişəm. Məcburiyyət qarşısında baxın, qayış keçirilən yerləri saxlamışam. İndi baxın. Gördünüz? Məni burada siz yatızdırıb mı satdınız bunu? Məni hipnoz mu elədiniz? Nə oldu? Bu boyda şalvar. Bu enliliyində şalvar olar. Hə? Dayan. ayağa baxın. Sən dayan. Dayan. Sən dayan. Tamam. Bu nə şalvardır satmısınız? Bir də acın. Gəl. Hə? Yox, satanda görmürsünüz ki, bu nə boyda şalvar. Bu heç mənim yoldaşımın razmerində deyil. Təbii ki, haqlı tərəfləriniz var. Əlbəttə. Siz zəhmət olun, kutkanızı verin mənə. Siz zəhmət bunu tutun. Çox xahiş edirəm mən Onu bu bırakın. uşaqla. Beni çıxardım mən sizə. Gəl bura kömək eləyim. Siz zəhmət olun, şalvarını tutun onu. Dayan görüm. Büz biraz əzizim, büz. Narahat olma, büzüb tutmuşam. İndi siz Abramı şalvarınızı tutun. tutun. Siz şalvarı tutun. Mən Siz tutdum. kutkanı tutun. Mən tutdum, siz kutkanı tutun. Düşdüyümüz bəlaya bax, buna bax. Gəl mənim zəhmət olursa. Bəli. Siz bunu Çıxartdı, kurtka çıxdı, gödəkdə çıxdı. İndi bu kutkanı tutun zəhmət olursa. Mən tuta bilməyəcəm, sən tut əzizim. Bir dəqiqə. Bu nə şalvardır? Hə? Bırakın indi belə ərazi bırakın. Mən bildim ki, bu şalvar sizə böyükdür yoxsa. Baxın, bax gedir, gördünüz? Amma mən sizlə razılaşmıyorum. Bir dənə zəhmət olursa, bir dənə xahiş edirəm, bir dənə bunu gedək. Əlinizi çəkin, əlinizi belə edin, əlinizi belə edin. Yox, mən onu... Yox, belə edin, mən burada, hamımız buradayıq. Təbii, biraz ara durun zəhmət olursa. Düşəcək, mütləq Deyil. düşəcək. Getdi, bax, getdi. Tut şalvarı. Yox, bilirsiniz necədir? Mən sizə belə bir şey deyim. Bu bir İtalyan markası. Bax, göründüyü kimi. Bura nə yazılıb? İnan əsəbimdən heç baxma. Gurcalini. Bu güzel indi. Bəli. Yenə Yəni başladı. o, başqa yerdə o yazı ola bilməz. Gurcalini'nin geyimləri ümumiyyətlə oversize sayılır. Nə sayılır? Oversize. Nə deməkdir o? Yəni bilirsiniz, geninə boluna. Geninə boluna. Yəni bu Geninə boluna. Geniş təbii, də. təbii. Yəni bu, yəni siz buna görə narahat olmayın. Ola bilər ki, bu bir də üzr istəyirəm. Görürsünüz, bura hələ bir dənə də əlavə əl çıxışır, baxın. Bəli. Amma baxın. Gurcalini'nin bir sözü var. Gurcalini deyir ki, onun bu sözü bütün demək ki, İtalyan küçələrində yazılır. Deyir ki, mənim işimə qarışma. Mənim işimə qarışma. Bunu mən, əgər bu mənim kolleksiyamda mənim işimə qarışma. Ay qardaş, siz də ki daha belə hər dəfə gəlirik Gurcalini. Yalandan da onun adından bir dənə söz atırsınız ortalığa. Ağzınıza gələni danışırsınız. Da bizə belə variantlar keçmir. Yox, amma səbirli olasınız, qoy mən sizə belə bir şey deyim. Mən sizə belə bir şey deyim. Baxın, görürsünüz bu pambıqdır. Bunun tərkibi bilirsiniz nədir?
Nədir bunun tərkibi? Pambıqdır. Bir dənə zəhmət tutun bunu. Tutun bunu. Bədənimə dəymir ki, qardaş, mən bilim bu nədir. 93% pambıqdır. 7% nədir? 7% bilinmir. Necə bilim? Bilinmir o. Kim bilə bilir onu? Yox, qurcalını bilir bir dənə. O deyir ki, mən belə onu da deyə bilməz. Məsələn, elə içkilər var ki, onu görsən, reseptini heç kim bilmir. Necə dadlıdır, başqaları ondan çox istəyirsən, amma o dadı vermir. Məsəl üçün, şaurma görsən, onun sosu elə bir sos ki, onu başqa yerdə ala bilməzsən. Yəni, eynən bunun o 7%-dən tərkibi və bilmir. Amma bunun 93% pambıqdır mənim. Yəni, mənim üçün təbii ki, mənim üçün fərqi yoxdur. Məni qaytara bilərsin bunu. Amma qurcalın nə deyil? Qurcalın nə deyil? Qurcalın deyir ki, mən olum, siz olun. Yəni, mənim düşündüyüm nədir, sizin düşündüyünüz nədir? Və siz bunu yusanız, bu yığılacaq. Mənim üçün fərqi yoxdur. Mən eynisini ölçüyə gətirə bilərəm. Mən eynisini ölçüdə geyim gətirə bilərəm, siz geyinə bilərsiniz və qutu kimi qala bilər. Amma siz o yuyan kimi olacaq şortik. Buradan dar bir şey. Ancaq siz bunu yuduqsa, bu yığılacaq. Təbii ki, yığdıqsa o yığılacaq və Qurcalinin bir sözü var. Deyir, biz nə istehsal eləyiriksə, biz nə tikiriksə, sizin əyninizə tikirik. Belə əyin olmur. Yox, amma siz bunu yumursuz. Xanım, yumursuz bunu? Xeyr. Xeyr, amma bu yuyun. Yuduqsa yığılacaq. Yuduqsa yığılacaq. Və, xahiş edəm mənim. Zəhmət olmasa gəlin bura. Gəlin bura. Düşmədi, mən qardaş nə eləmək istəyirsənsə, bu yekədir də. Mən sevən. Siz buradan oraya kimi yeriyin. Əlinizi buraxaraq var. Qoy şalvar düşsün. Yox, mən bilməliyim axı. Hara düşsün? şalvar düşsün, nədir? Onsuz da düşür də. Bunu düşməni gözləmək ehtiyacı yoxdur. Baba, buyur. Aydın. İndi əğzi aralayın. Aralayın. Tamına. Tamına mən də... Biraz da. İndi bunun burası ayaqları əyin. İndi yeriyin. Ayaqları biraz aralayın. Bunu burası çıxın. İndi yeriyin. Yeriyin zəhmət olmasa. Düşürmü? Əvvəlki kimi düşmür, amma yenə var, sürüşmə var. Bu sürüşmə ola bilər. O sürüşmə məsələn bayılda da var, sürüşmə zonası deyil. Amma o yanı ola bilməz. Zəhmət olmasa, çönün gəlin indi. Belə əzizim, belə pis deyil. Prosto ayaqlarımı yoracaq bu. Ay bala, o şalvar sənə böyükdür. Xanım, bilirəm böyük. Xanım, baxın. Bəli. Qurcalinin siz adını, bax, heç bir yerdə oxuya bilməzsiniz. Yoxdur. Və Qurcalinin bir sözü var. Qurcalinin bir sözü var. Deyir, biz adımızı geyimin üzərinə yazmarıq. Çinə ya. Bizim geyimimiz bilirsənmi nədən bilirlər? Yerişdən. Şəhərdə kimi görsəz ki, belə yeyib ki, o Qurcalinindən geyinir. Və Qurcalinin geyimini hər insan daşıya bilməz. Bunu siz idiniz, daşıdınız. Sağ ol. İndi zəhmət olmasa, indi yenə ayaqları bəyək formaya alın. Ya bildim ki, mən təxmin Sür, bildim. gedin, zəhmət olmasa və yudursa yığılacaq. Yoxlayaq da görək. 2 dəfə də yuyaq əzizim. Yaxşı olur mən, yaxşı. Amma hələ rəmensizdir. Yaxşı oluyor. Ehtiyac yoxdur. Sağ ol qardaş. Qurcalın nə deyir? Deyir ki, kəmər lazımdır, belə geyinəcəm. Elə bir söz var onun. Kəmər lazım deyil, belə geyinəcəm. Bəli. Mən belə də deyəcəm, harada gəlsin. Qurcalının sözləridir. Yaşar mənim, yaşar. Nəysə, gəl gedək görək. Gəl. 2 dəfə də yuyaq görək balacalaşır ya yox. Keşə yenə evə gəlməyib kişi. Bismillah. Yox, ay baba, yox. Gəlməyib yenə. Allah binin harda denə itib mitlini talıb kütələrdə evinin yolunu tapmayıb. Dədəm vay, dədəm vay. Ha məni qınıyan adama nə qədər deyərlər, bu araq içmə. Əl çək bu araqdan. Qutar bu araqdan, bu araqdan sən xeyir tapmayasın. Bu araqdan xeyir tapsa, bu arağın zavodunun müdürü xeyir tapar. Heç kim xeyir tapmır. Ay papa, hara arağı tərdidir o? Onun xəmiri araqla yoğurulub, hara tərdidir? Farağatdır sən. Sən farağatdır. Dura bilmirəm, ata, dura bilmirəm. Məni götür apar.
Yaxşı. Mən qocaram hardadır onu tapım gətirim. Vuruldum inan o kara gözlerine. Aldandı dilim o şirin sözlerine. Her da sen saadet ösürmeli hasret. Yüreğim dolu saadet. Saadet ayırır ayırır. Vat. Bunun dününe düdaranına bak. Bunun halına bak. Tültenin batına. Dadam buradadır, parağatdır. Durmuram ata, durmuram. Məni daha apar, fitoya fito. Ölleme senden öter. Ölürtən. Çok geçti. Çok. Ölürtən, evində öldən. Tütələrdə niyə ölürtən? Bak. Sığmalı. Bu nə gündür, bu nədir? Senden ben başla. O taksini yoksa gitsin. Rufus bala, bu nə gündür? Bu nədir reydi? Bala, bununla niyə əl çəkə bilmirsən? Nədir bala, bax, bu nədir bu araq? Arağın içməyin də yolu var. Bu qədər araq mı içərlər? Bəs sən mənə söz verdin, dedin soymanda. Qutardıq. Sənin yanında demədi fitio. Dedi ata. Nə dedi? Dedi daha fito qutardı manaqla. Fitio yox, fitio. Ha, Dedi fitio, bəs nə tər eləyək indi? Nətən eləyədik? Ölleme bunları sen. Süleyman dayı. Ben sana ne söz vermişimse. Şimdinin zaman sözümün arkasındayım. Prosto soruşan yoktu ki. Hayır Rufus. Sen niye içirsen? Soruşumuzsan. Ne soruşumuzsan? Nə dərdin var sənin? Madem. Bir nə sərin var sənin? Ay oğul, bəs sən müalicə alırsan özdə. Müalicəyə başlamısan. Heç olmasa bu arağı tərcih ki, bu müalicənin də bir effekti olsun. Eşli sen Süleyman dayı. Bak, kişiler görürüm. Kadın zillinde. Yaşaşlarda bilsen necədir? Furum. Ama kişi de var kişi. Ama yaşayışı çok zayıf. Ben şimdi varım. İşimimle varım saadet. İşimimle varım. Dəhər adət, tort adət. Ne varım ha Süleyman dayı sen de. Sen de. Oğul, o indi sən güya araq içməklə o düzələsi deyil ki. O ta keçif, ondan da öyle deyirsən tay da çox alır. Ondan deyir ki, mən sənə görə deyirəm, yazığın gəlsin, özünə yazığın gəlsin, yoldaşına yazığın gəlsin. O müalicənin qoy bir effektin görək. Süleyman dayı. Ne diyeyim? Sana söz vermiştim içmeyeceğim. Bugün ahırımızı günüdür. Ta içmeyeceğim. Prosto ahıra şimdi içtim ki. Görün ben neylemek istedim. Məlum oldu ki. Tavsiye bundan da. Başla. Saadetini tanı. Öyle bir olur istedim. Bəsdir sən danı. Gel. Süleyman dayı. Ben senin için kişi olmadım ama olacağım. Belki de seni keçeyim. Gel. Dörədik. Tətən danı. Kapağa bak. Ay böyle kapak kalın. Papa, sənə deyəndə fito, məni götür apar emmidə, aparmırsan. Yayımın baş sponsoru Berk Soyuq Çayları, xüsusi sponsoru QX Məişət Avadanlıqları, sponsorlar Doğal Kimyəvi Təmizlik Vasitələri, Bizim Ev Mebel Şəhəri və Bomba Beloçka Tumları.